Əziz izləyicilər, gününüz xeyirli, bərəkətli olsun. Kanalımıza abunə olmağı unutmayın. Bugünkü verilişimizin əsas mövzusu təbii ki, Pirusdur. Pirusun şəhərdə olan özbaşınalığı nəinki insanları, hətta onun sahiblərini də artıq boğaza yığıbdır. İstədim mən də sizin üçün belə bir Pirus almışıq. Nömrəsi də 50 YA031. Möhtəşəm bir maşın düzəltmişik, ortaya çıxarmışıq və budur maşınımızın içini göstərər. Təbii ki, bir Yapon istehsalı, bir Koreya istehsalı möhtəşəm bir geniş maşınımız var. Bu maşınımız şəhərdə özünü nə dərəcədə göstərəcək, onu birazdan biləcəyik. Görək, yol polislərimiz bu maşın haqqında hansı fikirdədirlər. Biz Bakı şəhərindəyik. Baxın, buradan İçərişəhər metrosu görsənir. Arxaya baxanda üç rəngli bayrağımız həmişəki kimi dalğalanmaqdadır və quruqda biz nə görürük? Yol polisini görürük. Təbii ki, orada yaxınlaşacağıq. Başımızı kodlayaq. Başlayaq, görək nə olur, necə olur. Yəqin ki, yaxşı olar. Hələ ki, aha, yox. Yəni, baxın, artıq maşın sahibinin bir xuliqan olduğu üzə çıxdı və dərhal polislərimizin müdaxiləsi, qaçmaq lazımdır. Tutulduq. Şəhərimiz gözəldir, mükəmməl şəhərimiz var. Pullarımızı toplayaq. Pirussa, daşdöyəndir bir sözlə, daşdöyən. Baxın, biz indi İçərişəhər metrosuna gəlmişik. Təəssüflər olsun ki, maşınımızı metroya daxil edə bilməyəcəyik. Onun üçün qayıtmaq lazımdır buradan. Aha. Möhtəşəm oyundu, əziz izləyicilər. Möhtəşəm oyundu, hər türlü insan oynadıqca bezmir, yorulmur.
Baxın gücüdən müşahidə edə bilərsiniz. Pirusun cəhəti çox zəifdir. Pirus bu məsələdə çox zəifdir. Başqa baxaq görək hansı yollarda özünü daha yaxşı göstərir. Yarışımıza da baxaq. Vay vay vay, düşməklə qırılmalı olur ki bunlar. Düşməklə bunun qırılmağı bir oldu. Amma bəslilə bu daş doyandı qardaş. Yəni bu sürət maşını deyil də, bu maşın bir daha özünü sürət göstərir ki, bu ancaq bloklanmalıdır. Burada qırğınlar var. Burada yaman qırğınlar var. Maşın bir açdı, hara düşdü bu? Az qalmışdı. Təhlükəli maneələr var, onlardan yayınmaq lazımdır. Onu demişdim ki, maşın qabağı getdirecek. Vay vay, burada aləmlər bir-birinə. Bir yana belə drift eləyək. Bir yana belə drift eləyək. Oy. Vay. Getdik. Yolumuz dəyişər. Ora düz yol deyil. Sürətlənmək lazımdır. Sürətlənmək çox gecikir sürəti. 07 qardaş. Dağılır deyə burada trassa. Miləmil keçdim burada. Vay, çıxa bilmədi. Təəssüflər olsun ki, çıxamadı. Vay, təkərlərin gününə baxır qardaş. Çıxamadı bu cürünə yeri. Raif. Əla gedirik görək. Mən belə başa düşürəm ki, ən axırda elə qalan mənim. Maşının qabağı qankırdır. El çaldılar. Nədir bu? Kimdir ha burada? Seymur da buradadır. Seymur. Hanı Seymur? Maşın sabaha göre Seymur. Seymur burada. Buradadır. Mən el çalmıyor. Bu kim el çalır burada Seymur? Bizim qardaşımız. Yaşlar sərcəndə keçərlər Seymur. Maşın bir dənə burada keçməli. Qaydaq. Başqa bir dənə də drift yerinə qaydaq. Görək burada. Bizim Pirusumuz, Pirus. Bir dənə də belə oynayaq bəlkə. Pirusa qarşı. Bir dənə driftə baxaq şuraya göstərir drift. Driftə necədir bu maşın? Sürüşməyə inanmam olsun, sürüşməyi
Ağır maşındır, trasda biraz sürüşmə söhbəti çətin məsələdir yəqin ki. Drifti xoşuma gəldi, həqiqətən drifti. Yəni hiss olunur ki, bu maşın sürüşməyə meyilli deyil. Baxın, yəni gördüyünüz kimi. Yaxşı gəlirdi. Təbii səhlənkarlıq. Fikirlərinizi, rəyləri yazmağı yaddan çıxarmayın. Kanala abunə olmağı unutmayın. Sizin kanala abunə olmağınız bizə dəstək olmağınız deməkdir. Videonu izləyən hər bir şəxsə böyük minnətdarlığımı bildirirəm. Vay vay vay. Sizin dəstəyiniz videonu paylaşmaq, videonu bəyənmək, kanala abunə olmaqdır. Allah hər bir kəsin ruzisini versin. Allah hamıya xeyirli ruzilər nəsib eləsin. İnşallah kanalımız böyüyər. Bundan da daha yaxşı videolar çəkmək bizim borcumuzdur. Yəni kanalın əsas məzmunu ondan ibarətdir.